Allah'ın köməyinlə inşallah dünyasını dəyişmiş valideynlərimizin o qəbristan ərazisini biçəcəklər. Və inşallah bunu da ya bir gün ya da sabah. Allah razı olsun değerli yoldaşlar, değerli sınıf yoldaşları. Bak sizin o kısaca o xırda göndərdiğiniz bir əməl hesabla bu gözəl işçilərin nə qədər köməyinə yarıdır. Bəli, sizin için o balaca bir kömək olar, yardım olar. Ancaq bu işçilər üçün böyük bir köməkdir, böyük bir yardımdır. Və bu da bizi həmişə təzim elədiyimiz, qürur duyduğumuz şəhidlərimiz, nur üzlü şəhidlərimiz, o şəhidlərimiz ki, dünyada bizə qalibiyyəti çatdırdı və bunlarla fəxr edirik. Bax, bizim değerli yoldaşlar, birinci Qarabağ şəhidi Dilman Süleymanov və ikinci şəhidimiz şəhid Emin Ələsgərov, hansı ki Fəxrəddin müəllimin oğlu idi. Bizə dərs deyən Fəxrəddin müəllimin oğlu idi. Və Sultanovlardan nəslindən olan şəhid Nurlan Yaşaroğlu Sultanov, hansı ki 2020-ci ildə Qarabağın alınmasında və qalibiyyətində iştirak edib bu güzel nurlu şəhidimiz. Və eləcə də Emin Ələsgərov Tovuz şəhididir. Və bu da bizim Qarabağ şəhidimizdir. İndi bu şəhidimizin bugünkü gündə aparatları olmadığı üçün bir neçə vaxt dedim, bunları təmizləyə bilmirlər işçilər. Elman müəllimin bu iş qrupu. İndi sizin sayənizdə bu alınan aparatlarla bu şəhidlərin ətrafını təmizlik yaparacaqlar və yol, nəqliyyat qırağı, kəndin səkilərini təmizləyəcəklər və eləcə də sonra qəbristanlıq işini icra edəcəklər. Sağ olun, var olun. Elman müəllim, sağ olun. Çok sağ olun, minnətdaram və bunun Elman. çok sağ ol, sağ ol qardaş. Sana çok sağ ol, təşəkkürümü bildirirəm və bir də ki bunu siz dəstək olubsunuz. O nəfəqə uzaq yerdə olan qardaşlarımıza, dostlar, el oğlanlar, bəli. Bu sosyal sosyal şeydə işte bize çok destek verirsiniz. Ben size çok təşəkkürümü bildirirəm. O cümlədən büyük rəhbərlərimiz indi üzrü verdin ki, rəhbərlərimiz burada yoxdur, bir qəbul. Heç də yoxdur, ikinci günüdür. Dəmin müəllim o cümlədən təşəkkürümü bildirir sizlərə. Akşam Dəmin müəllim məlumat tutdu. Dedi sağ olsunlar, böyük minnətdarıq ki, bizim kəndə belə sosyal dəstək olur. Minnətdarıq. Kardeşler, sizi gönderdiğiniz yardımla bu aparatları aldıq, Elman müəllimə verdik. Hansı ki belediyenin bu da bir üzvüdür, bu işlərə bu baxır. Və bunun işçiləridir, bu iş yoldaşları zəhmətkeşlərdir. Allah razı olsun. Ondan sonra bu bizim sınıf yoldaşı Vaqifdir, Vaqif müəllim. O da buradadır. Sağ olsun. Bu da bizim orta məktəbdə bir yerdə oxumuşuq. Allah razı olsun. Bugünkü gündə bu işi, bu idarənin işçisidir. Təmizlik işlərinə baxır, yolun təmizlənməyinədir, müəyyən işlərdə hansı ki bir yerdə paylaşmışdıq. Ki videodakı sizin o xeyriyyə işlərinizlə Elman müəllimin, sizlərin və bizlərin də birlikdə və kəndin, qəbristanlığın, ictimai yol, nəqliyyat olan və şəhidlərin ətraflarını təmizləsinlər. Və bugünkü gündə sizin göndərdiyiniz bu xeyriyyə yardımımızla bunları da təqdim elədik Elman müəllimə, onun işçilərinə, Vaqifədir, ondan sonra Elçinədir və inşallah biri də var, onu da indi görək. Ya sizin sayənizdə alarıq, ya da düzəltdirərik, onu da təqdim edək. Bu işçilər 3 nəfərdir. Sağ olun, var olun qardaşlar. Allah sizi öz pənahında saxlasın, Allah ruzunuza bərəkət versin. Biz də sizin göndərdiyinizi təqdim elədik. Allah sizləri həmişə qorusun.
var. uzaq diyarda. Sağ olun. Onu Araza da gönder ha.